beyin üçün çox xeyirli, tərkibində digər məhsullar ilə müqayisədə daha çox qidalı maddələr olan məhsullar vardır. Salam, hər vaxtınız xeyir olsun, hamınızı xoş gördüm. Videomu bəyənib paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. Dediyim bu məhsullar beynin kognitiv funksiyalarını yaxşılaşdıran məhsullardır. Yəni diqqəti, yaddaşı, davranışı, planlamanı, təhsili, qərar qəbul etməni, problemləri həll etməni və s. Beynin fəaliyyəti üçün ən qidalı maddələr vitamin B1, sink, vitamin D, omega-3 yağ turşularıdır. Beynin fəaliyyəti üçün, kognitiv funksiyalarını yaxşılaşdırmaq üçün bir nömrəli məhsul yağlı balıq növləridir. Kognitiv funksiyaları yaxşılaşdıran tərkibində zəngin B1 vitamini olan məhsulları sadaladıqda günəbaxan tumunu ilk sıralarda qeyd etmək lazımdır. Vitamin B1-i məhv edən amillərə gəldikdə isə bura stres, spirtli içkilər, rafinə olunmuş şəkər, rafinə olunmuş karbohidratlar, antibiotiklər, bəzi həblər, çay, kafeini sadalamaq lazımdır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.